Salam, axşamınız xeyir. Deməli, Prestige Pro-nun üzərində birinci testin izahına baxacağıq. İlk öncə 6-cı testə baxaq. Deməli, 6-cı testdə yazıb ki, can I have a piece of cake? Ya biz buna a piece of cake verməliyik, ya da ki, pieces of cake kimi götürməliyik. Çünki hissə bildirən sözlər təklənə bilməzlər. Sam yazıramsa, S verməli idim pisin sonunda. Others isimlə işlənməz. Both cəm isim istəyir. Other yenə cəm isim istəyir. Another isə artiklı ilə bərabərdir. Yəni, en orada artikl onu çıxış edir. Ona görə doğru variantımız D variantıdır. Testlərin izahına oradan buradan baxacağıq. İlk öncə onu qeyd edeyim. 8-ci testə baxırıq. Deməli, 8-ci testdə mən canlı isim, üstəgəl xəbər. Təbii ki, də nə olacaq? D variantı. Whom sağda əvəzli istəyir, which cansız isimlərlə işlənir, whose hər iki tərəfdə isim istəyir, what da isimdən sonra gəlməz. Keçək 11-ci testə. 11-ci testə baxırıq. 11-ci testdə düzgün variant istəyir yenə bizdən. Baxırıq ki, boşluqdan sonra cəm isim var. Apples. Boşluqdan sonra cəm isim varsa diqqətli olmalıyıq. Ənazə tək isimlə işlənir, iç tək isimlə işlənir, evri tək isimlə işlənir. Üçünün də üstünə xətt çəkirik. Qalır A və B. Cümlədə inkarlıq olmalıdır ki, N-i yazaq. Ona görə B variantı doğrudur. Deməli, oxuyuruq indi. We bought some apples from which extracted the juice. Okay, just üstəlik həm də what söz önünü cümlə sonunda istəyir. Onu da qeyd edeyim. Sonra 13-cü testə baxaq. 13-cü testdə yenə düzgün variant istəyir bizdən. Salimən isim. If-dən sonra təbii ki də diqqətli olmalıyıq. Bu hissəyə diqqət yetirməliyik. Bir də feildən sonra verilən boşluğa diqqət yetirməliyik. Deməli, give the rose some water every day. If you don't want it to die. Deməli, çiçəyə deyir, biraz su ver, güllərə biraz su ver. Əgər onların ölməni istəmirsiniz, söhbət edən gedir, rosesdan gedir. Biz onu itlə göstərə bilmərik. Şəxs əvəzliyə göstərə bilmərik. Z-də özünün sonra isim istəyir. Biz onu obyekt əvəzliklərlə göstərməliyik. Su da sayıla bilməyən isim olduğuna görə few yox, a little variantını götürürük, C variantı. 15-ci testə baxırıq. 15-ci testdə bizdən düzgün variant istəyir. Önlünü burada görürüksə, önlüdən sonra a little, a few gəlir. A little-ı nəyə yazmıram? Sayıla bilən cəm isimdə ona görə a few-ları saxlayıram. İkinci tərəfdə isə diqqət eləməliyəm nəyə? Theory-sə. Theory-də feildən sonra obyektə düşür, it yox, cəmdə olduğuna görə. Biz bilirik ki, müəyyən qrup sayıla bilməyən isimlər onun kimə məxsus olduğu bir təcrübəyə əsaslanırsa, nailiyyət kimi, onda biz onu cəmdə verə bilirik. Ona görə bu cəmdir. Ona təbii ki, cəmdə göstərməliyik. O da olacaq nə? A few, them, Y variantı. Keçək digər testlərin izahına. Biraz çətin testlərə baxaq. Bunlar asandır. Deməli, 21-ci testə baxaq. Çətin deyil, amma maraqlı testlərlə bənzəyir o da. 21-ci testə baxırıq. Deməli, burada soruşur ki, bu mənası nədir? Sənin atan nəçidir? A variantı. Özündən sonra isim tələb eləyir. Whom yenə düz tərcüməmizə uyğun gəlmir. When do you mean? When is your fazə ola bilməz. Which-lə də verə bilmərik. Yəni, burada tərcüməyə uyğun gəlmir. 19-a baxaq. 19-da da nə istəyir bizdən? Düzgün variant istəyir. Cansız da təbii ki də which-lə verəcək. Cansızlar which-lə olur. Cümlə ortasında ümumiyyətcə nisbə vəzliklərdə what deyilən bir şey yoxdur. Niyə? Çünki what isimdən sonra yox, isimdən əvvəl gəlir ona görə. Keçirik 24-cü testimizə. 24-cü testimizə feilimiz təkdədir. Olbosu çıxırıq.
Samı çıxırıq. Çünki bunlar sayıla bilən isimlə işlənəndə özlərindən sonra həmin ismi cəmdə istəyirlər. Ona görə 1 ilə 4 doğrudur. D variantı. Bunlar tək isim və tək xəbər istəyir. 25-ə baxırıq. 25-də yenə bizdən doğru variant istəyir. Deməli, baxırıq ki, xəbərimiz təkdir. Oflayıb xəbərimiz tək olanlar olu çıxırıq. Qalan hamısı ödədi bizi. İndi ikinci səhvdə xəbərimiz yenə təkdir. İkinci səhvdə xəbərimiz təkdirsə, biz təkə uyğun yazmalıyıq. Bosun ümumiyyətlə xəbəri tək olmur. Olun da xəbəri tək olmur. Olun xəbəri nə vaxt tək olur? Sayıla bilməyən isimlə verəndə onu ol hər şey kimi verəriksə, bəli, tək xəbər götürə bilərik. 25-də bizə doğru variant olaraq verib Bakı variantını. Bəli. Deyir ki, otaqların heç biri eyni deyildi. Hər biri fərqli idi. Tərcümə də bizə çox böyük kömək eləyir. Everydən, ümumiyyətlə, none of the room was, heç biri. Everydən sonra da mütləq isim verməlidir. 26-ya baxırıq. 26 yenə doğru variant istəyir. Doğru variantımız yenə də C variantıdır. Başqa variantlar niyə olmaz? İkinci tərəfdə isim var. Özə cəm isimdir. Törəmə ilə isim işlənməz. Nazir tək isim istəyir. Qalanları hamısı cəmisini ödəyir. İndi baxmalıyıq, batımız da var. Batımız varsa, deməli cümləmizin ya əvvəli, ya sonrası inkara düşür. Yaxşı, ol verirəmsə, oluna yazıram. Drivers olmalı, ona görə yanlışdır. Driver'i nəzərə saxlayaq. Törəmə ilə də isim gəlməz, ona görə C variantımız doğrudur. Sürücülərin heç biri zədələnmədi, lakin onlar yəni pis qəza etmişdilər. 32-yə baxaq, biraz fərqli testlərimizdən işləyək. 32-də doğru variant bizə verilib D variantı. Görək başqa variantlar niyə gəlmir. Tələsin, gedək. There is someone coming and I don't want anybody. İkinci tərəfimizdə inkar var. İnkar varsa inkarları silirik. Yenidən sonra isim istəyir. Qalanları saxlayırıq. Deyir, tələsin, tələs, gəl gedək. Heç kəs gəlmirsə, necə gəl gedək deyir. Nobody ona görə olmaz. Yenə nobody verir. Bir kəs gələ bilməz ki, əşya gəlmir. Kimsə gəlir. Someone, there is someone coming. Kimsə gəlir. And I don't want to anybody to see it. İstəmirəm bizi burada kimsə görsün. 33-ə baxırıq. Deyir ki, bugün hansı gündür? 18-19'da deyir ki, 20'si. Yəni, heç biri deyil. İnkar. Ayzə, yaya da, sambəzi, boz olda. Bu tərcüməmizə uyğun gəlmir. Yəni, cümləyə uyğun gəlmir. Keçək. Biraz fərqli testlərin izahına. 28-ə baxaq. 28-də doğru variant olaraq bizə C variantı verib. Görək, niyə başqa variantlar yanlışdır. Deməli, half of money-dən gedirsə, zisi çıxırıq. Qalan hamısı bizi ödədi. İkinci tərəfdə isə elə verməliyik ki, isim yoxdur. Bura fikir verməli. İsim yoxdursa, maya çıxırıq. Mi də yazıla bilməz burada, yəni fiildən və sözünlərdən sonra gəlir. Qalır B və C. İndi yaxşı, mayını yazdıq, ödədi bizi. İkinci tərəfdə axı isim göstəricisi yoxdur, ona görə ikizi çıxırıq. Qalır C variantı. Sonda da isim olmadığına görə yours bizi ödədi. Half of this money is mine. Pulun yarısı mənimdir. And half of it is yours. Yarısı da onun, yəni pulun. Bu money-ni it olaraq burada göstərməyi. Baxın, it. O demək onun, yəni cansız əşyanı burada itdən göstərməliydi. O birisi variantlarda it iz verir. Məndə isim yoxdur orada. 30-a baxırıq. 30-da bizim düzgün variantımız Bakı variantıdır. İnkarımız var, təbii ki də. Üstəgəl isimimiz var deyə inkar görən kimi o dəqiqə hər yeri en isim yazmaq olmaz. Mütləq diqqətli olmalıyıq. Samları, no'ları çıxırıq buradan. Eniləri saxlayırıq. Çünki burada pul söz isim var. İsim olmasaydı törəməni yazardıq. Eni yazdıq. Can you lend me? Pulu yoxdur bu adam. Mənə biraz göndərə bilərsən? Sam. Sual verərsiniz ki, niyə burada Sam yazdı, isim gəlməyib? Burada isimdən danışır da, money'dən danışır. Yəni, money ismini əvvəldə verib, təzədən onun haqqında söhbət gedirsə, deməli, biz ikinci tərəfə isim yazmaya bilərik. Ona görə Bakı variantı doğrudur.